Ağdaşdan hər kəsi salamlayıram. Necəsiniz? Nə var, nə yox, əziz izləyicilər? Dünən bildiyiniz kimi bizim rayonda heyva festivalı keçirilirdi. Ağdaş rayonunda heyva festivalı keçirilirdi. Mən də üz tuturam heyva festivalına çəkilişlərimiz üçün. Budur, marşrut gəldi və gedirik heyva festivalına. Hər tərəfdən heyva ətri gəlirdi. Necə gözəl qoxusu var idi. Əsl payız ləzzəti idi. Burada yerli sakinlər öz məhsullarını satırdılar və çox maraqlı əl işlər var idi. Gəlib görərdiniz, bu stenddə necə gözəl mürəbbələr düzəldiblər. Uşaqlar üçün də əyləncələr var idi, çox şən keçirdi. Sadəcə olaraq məktəb vaxtına düşdüyünə görə, bizim uşaqlar günorta oxuduğuna görə mən apara bilmədim. Ümid edirəm bu görüntülər sizlərin də çox xoşunuza gəldi və siz tərəflərdə də belə bir festivallar keçirilirmi? Rəylərdə qeyd edərsiniz. Bu arada əziz izləyicilər, kanalıma abunə olmayanlar, kanalıma sizdən çox xahiş edirəm. Kanalıma abunə olun, videolarımı bəyənin, şərhlərinizi yazın. Festivaldan da qaydanda ev üçün lazım olan ərzaqları aldım. Əslində çox yorğun idim, ancaq yenə də lazım olanları aldıq. Belə, bunlar yemək üçün istifadə olunan, bunlardan 2 paçka, 3 paçka götürürəm. Mən qarışdırıram, hamısını bir-birinə qalına blanka bir qaba tökürəm. Elə istifadə edirəm. Bibəri, çolpanı aldım deyə, bibəri də aldım ki, çolpa, bibər, kartof, belə pomidor, tərəvəz kimi xoşlayıram. Dedim, pomidor, bibər sezonu gedənə qədər çolpa, sobada çolpa eləyək. Uşaqlar da xoşlayır özümüz. Şokoladlar mütləq uşaqlara, yoğurt mütləq alınır. Bu çaşqanı da çox xoşum gəldi, çox bəyənirdim. Bir dəfə gedəndə xoşum gəldi marketdən bir gün öncə. Sabahı gün gedəndə götürdüm bu çaşqanı özüm üçün. Çox Ömərə də bir dənə belə cins şalvar götürdüm. 23 manat 10 qəpik idi. Çox qəşəng şalvardı. Ehtiyac var idi deyənə götürdüm onu da. Qız da belə plastilin zakaz eləmişdi ki, plastilin al mənə. Ona görə 2 paçka aldım. Məktəb başlayan bəlkə 10 paçka almışıq. Hamısını qarışdırır bir-birinə, rəhlər pis günə düşür, atırıq. İndi 2 paçka aldım. Burada da ədviyyat qablarımı yumuşam. Çayı mən belə qaba tökürəm. Adi içində çay almışdıq. Elə o qabda çay qabı kimi istifadə edirəm. Əlavə qaba tökmürəm. Su da mənə çox 2 ay, 3 ay gedir. Yəni bir paçka alanda bir xeyli vaxt məni görür. Çayın da içinə belə mamam gül qurusu vermişdi. Özü gül qurutmuşdu. Həmin güldən vermişdi ləçəklərindən. Mən də çayın içinə hər dəfə töküb belə qarışdırıram. Çox qəşəng qoxusu olur. Ümumiyyətcə çay içəndə mən çox xoşlayıram ətirli, dadlı, çiçəkli çaylar. Hər dəfə marketə gedəndə ilk öncə o çaya qatılan bir, yəni çayı ətirli edən, dad verən, tam verən, yəni elə bir şeylər alıram, çox xoşum gəlir. Çayı ümumiyyətcə ətirli içməyi xoşlayıram. Ədviyyatlardan çox xoşum gəlir. Sort-basort, cürəbəcürə alıram. Hər cür ədviyyatlar alıram. Ətirli, ətirləri fərqli. Müxəhli çayı çox xoşlayıram. Kəkotulu çayı çox xoşlayıram. Məkkə gülü töküb içirəm. Başqa bir cür belə çiçəklər vardı, hamısının, yəni marketdə üstündə adları yazılıb. Sadəcə olaraq mən qablaşdırmışam deyənə
adları yadımdan çıxıb. Novruz çiçəyi almışam, çaya tökülür, çox ramaşka çayı. Bir dəfə inşallah elə çiçəklərdən çay dəmləyəcəm, izləyərsin. Qırmızı istiotdur. Bu da, bunu da çox istifadə edirik. Yemək zamanı yeməklər süfrəyə verilən zaman da yəni çox istifadə olunur bizdə. Ümumiyyətlə mən yemək bişirəndə qazana əlavə etmirəm, uşaqlar var deyə, yəni uşaqlara ziyan olar deyə istiotu tökmürəm. Süfrəyə verirəm, kim istəsə öz zövqünə görə öz boşqabına, öz qarşısındakı yeməyinə tökməyə. Sizlərdən çox xahiş edirəm, xanımlar. Abunə olun kanalıma. Kanalım böyüsün sizin sayənizdə, inkişaf etsin. İzləyicilər artdıqca, abunəçilər artdıqca mənə də motivasiya verir. Yəni güc alıram, belə deyim, güclənirəm. Daha da həvəslənirəm, daha da ruhlanıram, daha da istəyirəm çəkilişləri tez-tez edim. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Yəni 15 gün içində abunəçilərim artdı. Bütün hər bir abunəçilərimə dərin təşəkkürümü bildirirəm. İzlədiyiniz üçün çox sağ olun. Var olun. Allah hər birinizdən razı olsun. İzləyirsiniz, şərhlər yazırsınız. Çox sağ olun. İzləyicilər çox da olsa, az da olsa, mən hər zaman bütün izləyicilərə, hamısına özüm cavab verəcəm, verirəm də, gələcəkdə də çox olarsa da yenə də özüm cavablandıracam. Oxuyuram rəylərinizi, çox sağ olun hər biriniz, Allah hər birinizdən razı olsun. Çox sağ olun, çox gözəl sözlər yazırsınız. Bu xanımlar mixəkdir, mixəkli çayı çox xoşlayıram, kompotlarda da əlavə edirəm. Mixək var idi, sadəcə olaraq yenə də aldım. Mürəbbələrə istifadə etməmişəm, yəni tökməmişəm, amma görürəm mürəbbələrə də istifadə eləyirlər. Ancaq kompotlarda istifadə etmişəm. Çaya istifadə edirəm tez-tez. Burada da bizim evimizin mələkləri, günahsız mələkləri. Uşaqlar belə bir kartuşka file istədilər məndən. Mən də canla, başla, sevə-sevə hazırladım. O qədər həvəsliyəm ki, bu yemək bişirməyə, ev işlərinə çox həvəsliyəm yəni. İnanın gecə saat 2-də, 3-də kimsə mənə desə ki, dur filan yeməyi hazırla, həmən durub hazırlayıram. Videom sona çatır, sonlanır. Çox sağ olun, təşəkkür edirəm. İzlədiyiniz üçün var olun. Abunə olub kanalıma videolarımı bəyənməyi unutmayın. Çox xahiş edirəm sizdən.